Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində baş verənlərlə bağlı redaksiyamıza daxil olan müraciət əsasında məsələni yerində araşdırmaq üçün kollecə yollandıq. Lakin apardığımız araşdırma və rəhbərliklə görüşümüz zamanı ünvanladığımız sualların bir çoxu açıq qaldı. Redaksiyamıza müraciət edən şəxs kollec rəhbərliyinin fəaliyyəti, əməkdaşlarla münasibəti, maddi vəsaitlərin bölüşdürülməsi, tələbələrin imtahan nəticələri və tədris prosesinin təşkili ilə bağlı bir sıra ciddi iddialar irəli sürüb. Şikayətçinin sözlərinə görə, yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra kollecdə idarəçilik üslubu əhəmiyyətli dərəcədə dəyişib. Onun iddiasına görə, direktor Şəhla Abbasova, tədris işləri üzrə direktor müavini Sevda Həsənova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirovanın ətrafında müəyyən əməkdaşlardan ibarət qrup formalaşıb. İddia olunur ki, bunun nəticəsində kollektiv daxilində rəhbərliyə yaxın olan və olmayan əməkdaşlara münasibətdə fərq yaranıb. Təbii olaraq burada bir sıra suallar ortaya çıxır. Həqiqətən kollecdə belə bir qruplaşma formalaşıbmı? Əməkdaşlar arasında münasibətlərdə ayrı seçkiliyə yol verilibmi? Yoxsa bütün bunlar narazı əməkdaşların subyektiv yanaşmasından və şəxsi münasibətlərindən irəli gələn iddialardır? Məhz bu suallara aydınlıq gətirmək üçün kollec rəhbərliyi ilə görüşməyə və səsləndirilən iddialara münasibət öyrənməyə çalışdıq. Lakin bu cəhdimiz bütün suallara cavab tapmağa imkan vermədi. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Redaksiyamızın qaynar xəttinə daxil olan şikayət əsasında biz Memarlıq İnşaat Kollecinin qarşısındayıq. İddialara görə Memarlıq İnşaat Kollecinə yeni təyin olunmuş direktor Abbasova Şəhla və onunla birgə yeni təyin olunmuş təlim-tərbiyə üzrə müavin Əmirova Şamama və tədris işləri üzrə müavin Həsənova Sevda ilə birlikdə biz bir ailə komandası yaradaraq kolleci şəxsi qanunları və təlimləri ilə idarə etməkdədir. Çox maraqlıdır. Bu təlim müəssisəsi, təlim-tərbiyə müəssisəsində, təhsil müəssisəsində işçilərə qarşı bu cür kobud və təhqiramiz davranışlar nə qədər doğrudur? Siz belə normal danışdıqca elə hamı da rahat oturur ki, əşi normal danışılır, fikir vermir. Gələk kiməsə təhqir oluna söylə, ondan sonra nəsə bir iş görəsiniz. İşin sizə nəsə göndərilirsə, demək ki, lazımdır ki, göndərilir də. Cəmaət bekar deyil. Nə gəlir vaxtında cavablandırın, göndərin də. Bu deyilənlər öz əksini tapırsa, onda burada işləyən işçilərin hüquqları kimlər tərəfindən qorunmalıdır? Və ən əsası da aidiyyatı qurumların buranın yeni təyin olunmuş rəhbəri haqqında səsləndirilən iddialardan xəbəri varmı? Biz ümid edirik ki, aidiyyatı qurumlar bu xəbəri eşitdikdə anında ciddi tədbirlər görəcəklər. Əlbəttə ki, səsləndirilən bu ciddi iddiaların hansı dərəcədə doğru olub olmadığını aydınlaşdırmaq üçün biz qarşı tərəfin, yəni Memarlıq İnşaat Kollecinin rəhbərliyinin öz mövqeyini öyrənəcək. Amma bu kollecin hüquqşünası ilə əlaqə saxladıq. O öz mövqeyini bildirərək öz haqqında deyilənlərin düzgün olmadığını vurğuladı. İddialar arasında kollecdə əməkdaşların vəzifə bölgüsü və iş şəraiti ilə bağlı məsələlər də xüsusi diqqət çəkir. Şikayətçinin sözlərinə görə direktor əməkdaşlara hər kəsin öz vəzifəsinə uyğun yerdə əyləşməli və həmin vəzifə üzrə iş aparmalı olduğunu bildirsə də, praktikada bunun əksinin müşahidə edildiyi iddia olunur. Belə ki, psixoloqun katibə üçün nəzərdə tutulmuş yerdə əyləşdiyi, hüquqşünas Aynura Səlimovanın isə öz vəzifəsi ilə yanaşı imtahanlarla bağlı emal işlərində iştirak etdiyi bildirilir. Şikayətçi bu halların vəzifə bölgüsü və əmək funksiyaları baxımından qanuna uyğunluğunun ciddi suallar doğurduğunu qeyd edir. Bununla yanaşı iddialara görə kollecdə hüquqşünasın əməkdaşlar üçün əlçatan olmadığı, işçilərin hüquqi məsələlərlə bağlı onun qəbuluna düşməkdə çətinlik çəkdiyi bildirilir. Şikayətçinin fikrincə, hüquqşünasın əsas vəzifəsi kollecdə qanunun aliliyinin təmin olunmasına kömək etmək olduğu halda, bəzi hallarda rəhbərliyin qanuna uyğunluğu sual doğuran göstərişlərinin icra edildiyi iddia olunur. Daha ciddi iddialardan biri isə əməkdaşların işdən çıxmaq üçün ərizə yazmağa məcbur edilməsi ilə bağlıdır. Bildirilir ki, bəzi əməkdaşlara ərizə yazmadıkları halda maddə ilə işdən çıxarılacaqları və bundan sonra başqa yerdə iş tapmaqda çətinlik çəkəcəkləri barədə xəbərdarlıqlar edilib.
Ünvanladığımız sualları kollecin hüquqşünası Aynura Səlimova cavablandırmağa çalışdı. Hüquqşünas özü ilə bağlı səsləndirilən bəzi iddialara müəyyən formada münasibət bildirsə də, direktor və direktor müavinləri barədə irəli sürülən məsələlərə cavab verməkdən yayındı. Aynura Səlimovanın bildirdiyinə görə həmin şəxslərlə bağlı səsləndirilən iddialara yalnız özləri münasibət bildirə bilərlər. Beləliklə, redaksiyamızın ünvanladığı bir sıra mühüm suallar cavabsız qaldı. Şikayətçilərin səsləndirdiyi ən ciddi iddialardan biri isə kollecin daxili büdcəsi hesabına əməkdaşlara verilən maddi yardımlar və mükafatlarla bağlıdır. İddialara görə bəzi əməkdaşlara əmək haqqının 2 misli həcmində maddi yardım göstərilib. Bununla yanaşı həmin şəxslərə müxtəlif vaxtlarda əlavə mükafatların da ayrıldığı bildirilir. Şikayətçinin sözlərinə görə bu ödənişlərlə bağlı kollecin direktoru tərəfindən xüsusi əmrlər imzalanıb. İddia olunur ki, həmin əmrlər əsasında kollecin büdcəsi hesabına müəyyən şəxslərə davamlı olaraq maddi yardım və mükafatlar verilib. Eyni kateqoriyaya aid olan, lakin rəhbərliyə yaxın olmayan digər əməkdaşların isə bu imkanlardan yararlana bilmədiyi bildirilir. Şikayətçilərin təqdim etdiyi məlumata əsasən maddi yardım və mükafatların davamlı olaraq verildiyi iddia olunan şəxslər arasında kollecin direktoru Şəhla Abbasova, direktorun birinci müavini Sevda Həsənova, təlim-tərbiyə üzrə müavini Şamama Əmirova, hüquqşünas Aynura Səlimova, Həmkarlar Təşkilatının sədri Səbinə Danyarbəyli, mühasib Elnarə Əliyeva, arxiv müdürü Könül Məmişov, sənədlərlə iş üzrə mütəxəssis Fatimə Şahmarova, Keyfiyyətin Təminatı şöbəsinin müdürü Günay Məmmədova, İKT üzrə mütəxəssis İlkin Yusubov, hərbi hazırlıq üzrə mütəxəssis Şaiq Vəliyev, İctimai Əlaqələr bölməsinin rəhbəri Leyla Hüniyeva, metodist Zülfiyə Əliyeva, operator Çinarə Məmmədova və psixoloq Günay Təhməzovanın adları çəkilib. Burada daha bir diqqət çəkən iddia da səsləndirilir. Bildirilir ki, Günay Məmmədova rəsmi olaraq kollecdə psixoloq vəzifəsinə qəbul edilsə də, faktiki olaraq katibə funksiyasını yerinə yetirir. Şikayətçilərin iddiasına görə direktor Şəhla Abbasovaya yaxın olduğu bildirilən bu şəxslər kollecin büdcəsi hesabına mütəmadi olaraq maddi yardım və mükafatlarla təmin edilirlər. Lakin kollecin təcizat üzrə direktor müavini Həbib Dərgahovun direktora yaxın şəxs olmadığı üçün həmin yardım və mükafatlardan kənarda saxlanıldığı iddia olunur. Reportajımızda xüsusi diqqət çəkən digər məsələlərdən biri isə kollecdə tələbələrin imtahan prosesi ilə bağlı səsləndirilən iddialarıdır. Şikayətçilərin sözlərinə görə qış sessiyasında imtahandan kəsilən tələbələr üçün fərdi qruplar yaradılıb. Daha sonra isə yay sessiyası çərçivəsində yay məktəbi təşkil olunub. İddialara əsasən tələbələr bu proqramlarda iştirak etmək üçün 500-700 manat arasında ödəniş ediblər. Lakin məsələnin diqqət çəkən tərəfi yalnız tələbələrdən alınan vəsaitlə bağlı deyil. Şikayətçilər iddia edirlər ki, fərdi qruplarda və yay məktəbində dərs deyən müəllimələrdən gördükləri işə görə saat hesabı əmək haqqı almamaları barədə əvvəlcədən ərizə yazmaları tələb olunub. Başqa sözlə, müəllimələrin yay məktəbində apardıqları dərslik könüllülük əsasında həyata keçirildiyi rəsmiləşdirilib. Lakin səsləndirilən iddialara görə tələbələrin yay məktəbə üçün ödədikləri vəsait sonradan kollecin daxili büdcəsinin vəsaiti kimi rəsmiləşdirilib və həmin pulun müxtəlif formalarda, o cümlədən maddi yardım və mükafat adı altında ayrı-ayrı əməkdaşlara ödənildiyi bildirilir. Biz bu məsələyə yenidən geri dönüş edəcəyik. Reportajımız zamanı diqqəti çəkən digər məsələlərdən biri isə kollecdə aparılan kadr ixtisarları ilə bağlıdır. Şikayətçi bildirir ki, Şəhla Abbasova kollecdə direktor vəzifəsinə təyin olunduqdan sonra islahat adı altında bir sıra əməkdaşları işdən çıxarılmasını həyata keçirib. İddia olunur ki, bu proses nəticəsində kollecin 6 əməkdaşı ixtisar adı ilə işdən azad edilib. Lakin şikayətçinin səsləndirdiyi iddialara görə məsələ bununla yekunlaşmayıb. Bildirilir ki, həmin əməkdaşlar işdən azad edildikdən cəmi bir neçə gün sonra onların tutduqları vəzifələrə yeni şəxslər təyin olunub. Bu isə istər-istəməz bir sıra suallar doğurur. Əgər əməkdaşların işdən çıxarılmasına səbəb həqiqətən struktur və ya ştat ixtisarları olubsa, həmin vəzifələrə qısa müddət sonra yeni təyinatlar hansı zərurətdən irəli gəlib? Şikayətçi bununla yanaşı bildirir ki, məsələ yalnız həmin 6 əməkdaşla məhdudlaşmır. Onun sözlərinə görə sentyabr
Sentyabr ayında daha 8 əməkdaşa ixtisarla bağlı xəbərdarlıq edilib. Beləliklə, kollecdə aparıldığı bildirilən ixtisarların real səbəbləri, bu qərarların hansı əsaslarla verilməsi və ixtisar edilən əməkdaşların yerlərinə qısa müddət ərzində yeni şəxslərin təyin olunması məsələsi də araşdırılmalı məqamlardan biri kimi qarşıya çıxır.